Salam uşaqlar, necəsiz? Bugünkü model 1-ci qrupun həllərinə baxırıq. Birinci adi bir tənlikdir. Tənlikdən başlayıram. Deməli, belə. Baxırıq, reaksiyan sağın sonun atomların sayını bərabərləşdirməkdir. 2x karbon burada var, 10 karbon burada var. X-ə deməli 5 düşür. Hidrogen 2y burada var, 2y burada da hər tərəf bərabərdir. 30 oksigenimiz var. Oksigenimizin 20-si buradadır. 30'u çatmır. Deməli 10'u da bura qoymalıyam. Hidrogen gəldi 20 elədiyinə görə onda cavabım olacaq C5H10. Ümumi atomların sayı neçədir? B bəndi. X duzunun buxarlanma yolu ilə ayırıram. Deməli, duz sudan söhbət gedir, eyni cinsidir. Əgər bu X duzda gözəl həll olursa və məhlul alınırsa, deməli elektrolitdir. Müxtəlif cinsi sözü səhvdir. 1-2 C variantı. Eyni şəraitli müxtəlif kütlədə 2 dənə, eyni şəraitli müxtəlif kütlədə biri 18 qram 1 litr, biri 36 qram 2 litr su götürülübdür. Əlbəttə ki, həcmlər və kütlələr müxtəlifdir, amma suyun qaynama temperaturu və sıxlığı təbii ki, hər zaman eyni olmalıdır. 1 litr suda 100 dərəcə Selsidə qaynır, sıxlığı eynidir. 2 litr suyunda sıxlığı eyni. Yəni 100 dərəcə Selsidə qaynama qabiliyyətinə malikdir. D variantı. Deməli, reaksiyadır 2CO plus O2 alındı 2CO2. Reaksiyanın əvvəlində hansı maddələr var? X. X 0,4-dən 0,3-ə düşür. 0,1 mol sərf olunur. Deməli, söhbət getdi X-dən. Z 0,3-dən 0,1-ə düşdü. 0,2 mol sərf olunur. Z oldu bu. Və alınan maddə yalnız Y-dir. 2 mol alındı. Bu da oldu Y maddəsi. Və doğru cavabımız X, Y və X. Z. Doğru cavabımız B variantıdır. Qarışqa turşusu və su, etil spirti və su ayrılma üsulu qaynama temperaturuna əsaslanır. İkisi də maye distillə yolu ilə ayrılır. Eyni cinsi qarışıqdır. 1 və 2 doğrudur. Doğru cavabımız D variantıdır. Amma yadda saxın, üzüm maddelər elektrik cəryanı keçirmir. Qarışqa turşusu, sirkə turşusu zəif keçirir. Etil spirti ümumiyyətlə elektrik cəryanı keçirmir. Emulsiya maye asılqan, bir də müxtəlif cinsi qarışığın olduğunu göstərir. B variantı. Bu qrafik, mən həmişə bu qrafikdə nə demişəm? Həmişə bu sabitliyi, digərsə qarışıq maddənin qrafikini göstərir. Bu saf suyu göstərir. Xörək duzu suyun qaynama temperaturu saf maddədən yüksək, sudan yüksək, etil spirti və suyun qarışığının qaynaması isə saf maddədən aşağıdır. Doğru cavabımız 2, 3 və 4-cü versiyanı göstərir. Y variantı. Baxın, molekulda atomların sayı eynidir. Molekulda atomların sayı eynidir. H-xlor, bir də H-kesi göstərə bilərəm. Həm də mürəkkəb maddələrdir. Bu isə N2-ni göstərir. Atomların sayı eynidir. Amma biri bəsit, ikisi isə mürəkkəbdir. Doğru cavabımız 3-dür, 4-dür və 2-dir. Deməli, 4, 5, 2 doğru cavabımız Y variantını ödədi. Sonra keçdik digərinə. Bu ayrıcı qıfa bizi göstərir. Tökülür neft və benzinin və yaxud da yağın su dərili. Y tökülürsə bu sudur. Təbii ki, suları Y-dən müşahidə eləyək. Bax, budur və digər benzin, digərsə bitki yağını göstərir. 1, 5 doğru cavabımız Y variantı. Keçdik digər bir əmin misalımızın həllinə. Litium 3x-dir və buradan X 40%, bu 60%dir. 7-nin 3 obrunda 21 budur, X budur. 60x bərabərdir 40 vuraq 21, 0 getdi 3 bərabərdir 2-yə, x də bərabərdir 14-ə. Deməli, görüm x-də 56 üstün 14 gələndə 70 eləyir. X-in kütlə payını tapıram. 14-ü 70-ə bölüb 100-ə vuraramsa, cavab gəlib eləyər 20%. Deməli, Z burada nəyə bərabərdir? 20%. Və doğru cavabımız D variantıdır. Keçdik. Hər zaman sol tərəfin atomların sayı sağ tərəfə bərabərdir. Deməli, sol tərəfin atomların sayı sağ tərəfə bərabərdirsə, doğru cavabımız D variantıdır. Keçdik digər maraqlı bir məsələdir. 7 qram azotun kütləsini mənə veribdir. 1 mol azot 28-dir, 7 mol azotun isə 0,25 moldur. 1 mol karbon qazı 44-dür, sonda 0,25 molun kütləsi də 11-dir. Doğrudan da 11-in üstünə 7 gələndə bizə nəyə verdi? 18-i. Keçdik ikinci karbon qazına. 1 mol karbon qazı 44-dürsə, 33 qram karbon qazı x moldur. Elədir 0,75 mol. Karbon qazı burada 0,75 moldursa, mən çalışıb azotun da 0,75 molunu tapsam, cavab verəcək 21. Və sonunda 21 ilə 33-ü toplasam, ümumi qarışığın 54 qram olduğunu müşahidə edəcəm. Doğru cavabımız B variantıdır. Keçdik digər misalımızın həllinə. X CO3 parçalanır nəyə? XO-ya və nəyə? CO2-yə. Deməli, 44 qramı X CO əmələ gəlibsə,
11 qrama da 18-dir. 4 dəfə artıq 72 qram elədi. Deməli, x o bərabərdir 72-yə. 72-dən 16 çıxaramsa, x-in 56 olduğunu müşahidə eləyə bilərəm və doğru cavabım A variantıdır. Ayrıca qıfla ayrılır kerosin, benzin, su, benzol su düzdür. Distillə ilə ayrılır, çünki benzol da yağlıdır, suyun üzərində qalır. Distillə ilə ayrılır C, bir də Y və süzmə ilə ayrılır deyirsə, o məsudda həll olmayan maddə A-dan söhbət gedir. Getdik 15-ci məsələnin həllinə. Hı-hı. 15-ci məsələnin həllində nə deyir? Y2 SO4-dən nə olacaqdır? 3 dəfə olacaqdır. Kükürt 96 qramdır. 96 qramın 24% eləyir. Oksigen də burada 192 qramdır. 192 qram 96-dan 2 dəfə çoxdur. Deməli, faizi 2 dəfə çox olub bizə nəyə verəcəkdir? 48 faizi. Cavab 48-dir. Keçdik digər məsələmizin həllinə. Deməli, 4 mol azot verilibdir bizə. Yazıram N2 plus 3 H2 tənliyi yazıram. Alınır 2NH3. Amma amoniyaka bizə 4 verir. 4 mol budursa 6 bu girir, 2 bu girir. Deməli, başda 4 mol azot bunu vermişdi 8. Deməli, başda qarışıq 12-dir. Sonda isə, bu başdadır. Sonda isə biz nəyə baxırıq? Alınan maddəyə 4-ə və artıq qalana. 4 azotun ikisi sərf olunub, ikisi artıq qalıb. 8 azotun 6-sı sərf olunub, ikisi artıq qalıb. Deməli, sonda da 8 mol qaz qarışığı alınıbdır. Və deyir ki, bu zaman qabda maddələrin ümumi mol miqdarı nə qədər neçə dəfə azalıbdır? Bayaq 12 idir, 8-ə düşdü. Azalma 1,5 dəfədir. Bax, belə. Davam elədik. İndi isə keçdik sizlə biz nəyə? Deməli, 17-ci məsələnin həllinə. 17-ci məsələnin həlli bizə nədən danışır? Baxaq. Deməli, əlimdə var x2 bərabərdir, y kütlələri bərabər olduğuna görə belə bir tənlik qururam. 2x plus 16 bərabərdir, y üstə gələ 38. 2x bərabərdir, y üstə gələ 22. Y-in də yəni yazacağım x plus 1. 2x bərabərdir, x plus 1, yəni 23. X də burada bərabərdir 23 və doğru cavabım C variantıdır. Keçdim 18-ci məsələyə. X-in Z reaksiya girib, Y alınır. X 10-dan 8-ə düşüb. Deməli, 2 mol sərf olunub, Z 6 mol sərf olunub. Y də 4 mol əmələ gəlib. Hər tərəfi sadə ixtisarlaşdırsam, belə bir tərlik alaram və ümumi əmsalların cəmi neçəyə bərabər olar? 6-ya. 1, üstə gələk 3, üstə gələk 2, bütün əmsalların cəmi 6-ya. İndi isə gəldik 19-cu misalın həllinə. 19-cu misalın həlli. Deməli, x plus y2 alınır x, y. Deməli, x-in kütləsi tam m-dir, y isə m vardı 24-ü qalıb və sonda 40 qram x, y alınır. Son qarışığın kütləsini sağı sola bərabər edirəm. Bərabərdir 40-a, 2m-i 64 götürürəm. M də burada bərabər olur 32-yə. M-in 32 olduğunu biz gördük. 32. Deməli, m burada nəyə bərabərdir? 32-yə. Amma deməli, x, y birləşməsində cəmi 40 qramdır. Onun 32-si x-indirsə 8 qramdır. Onda belə çıxır ki, y-in payınadır. Doğrudan da y 32-dən 24-ə düşən 8-i sərf olunur. İndi x-in faizini istəyir. 32-ni bölərəm 40-a, vuraram 100-ə. Cavab gəlib neçə eləyər? 80%. Bu qədər.